Salam dostlar, bu günlər təcrübə bir şey var. Allah rəhmət eləsin şəhidlərimizə, bil ki bunu. Deyirəm, bu səsi yay hamıya. Türklər bizi aldadıblar. Qardaş deyə bizi aldadıblar. Nə olsun türkük? Biz türkük, Novruz bayramında özdə. Şəhidlərimiz də məzələniblər. Bir qohumumuza görə, bir şəhidimizə görə, bir insansızlığa görə bizimlə dalğa keçiblər şəhidlərimizə. Bax, bir uşaq yazıb ki, mənim dostum da, mən Türkiyəyə getmişəm. Yazıb ki, mən Türkiyədə gedə bilmərəm bir də. Türkiyəyə getsəm, ölsəm də getməyəcəm. Çünki hamı deyir ki, bir mahnı oxutmuşam məhəllənin ortasında. Uşaqlarla, cəmaatla bəri deyir ki, bu mahnı kəs. Bu mahnı pisdir. Uşaq utancından deyə bilməyib ki, siz qardaşsınız, satdınız bizi, nə oldu birdən-birə? Belə deyərlər. Olsa da, olmasa da. Hamı yorumlara yazsın, Türk olsun, Türk olmasın. Bəlkə bir şey olar. Ermənilər Türkiyədə ola bilər də. Türklərə sayğı duymaq lazımdır. Amma bir şey var. Orada da ermənilər var. Ermənilər də ola bilər əslində. Gizlicə türk kimi pasportunu yazdırıblar, türk olduqlarını. Onların işbirliyi ola bilər də. Ona görə də belə ola bilər. Ermənilər bəzi vaxtlar hiləgərlik edir. Başqa dövlətdən başqa dövlətə keçir. Məsələn, öz dövlətidir. Məsələn, keçmişdə var idi ki, çıxardırlar da dövlətdən. Elə bir ki, Azərbaycanlıları çıxardırdılar. Ondan sonra da erməniləri onların yerlərinə köçürdülər. Bu da onun kimidir. Dostlar, bu səsi yayın, xahiş edirəm. Yaxşı ki, varsınız, sağ olun, salamat qalın.